Salam, axşamınız xeyir olsun. Bugünkü mövzumuz fəsil 2 yer kürəsinin kartoqrafik təsvirləri haqqındadır. Gəlin baxaq görək kartoqrafik təsvirlər hansılardır. Yer kürəsinin kartoqrafik təsvirləri plan, xəritə, qlobus və xəritədir. Bunlar üçü də kartoqrafik təsviri təşkil edir. Ərazinin kiçildilmiş, ümumiləşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik təsvir deyilir. Yəni hər üçünün təsvirində bu anlayışdan istifadə etmək olur. Yəni kiçildilmə, ümumiləşdirmə, şərti işarələr həm planda, qlobusda, həm də xəritədə tətbiq olunur. Plan nədir? Plan yer səthində kiçik ərazilərin yuxarıdan kiçildilmiş şərti işarəli təsviridir. Plana aid olan xüsusiyyətlərlə gəlin tanış olaq. Plana aid olan xüsusiyyətlər aşağıdakılardır. Planda miqyas 1 bölünsün 10 mindən böyük olur. Məsələn, 1 bölünsün 9 min, 8 min, 7 min, 6 min. 1 bölünsün 10 min, bu kəsir kimi ədəddir da, kəsir ədəddir. Elə bir kəsirin məxrəci kiçildikcə, kəsirin qiyməti böyüyür. Topoqrafi planın miqyası 1 bölünsün 2000 və daha böyük olur. 1000, 500 və belə azalır. Yəni məxrəc və kəsirin qiyməti daha da böyüyür. Miqyasın kəmiyyəti planda sabitdir. Təsvir daha müfəssəldir. Yəni tam əhatəli şəkildə təhrifsiz təsvir olunur. Generalizasiya, ümumiləşdirmə çox cüzi olur. Çünki kiçik ərazilər təsvir olunur. Meridian və paralellər çəkilmir. Dərəcə toru qurulmur. Yerin əyriliyi, yəni kürəviliyi nəzərə alınmır planda. Coğrafi koordinatları müəyyən etmək olmur. Çünki coğrafi koordinatları biz meridian və paralel əsasında müəyyən edirik. Üfüqün cəhətlərini şimal-cənub oxuna əsasən müəyyən etmək olur. Nisbi və mütləq hündürlüyü təyin etmək mümkündür. Biz onlar haqqında danışacağıq. Nisbi hündürlük nədir, mütləq hündürlük nədir? Yamacın istiqamətini müəyyən etmək olur. Belgi ştrixə əsasən və yaxud da horizontallara əsasən təyin etmək mümkündür. Çay şəbəkəsinin sıxlığını müəyyən etmək olur. Təhrifdə yoxdur. Plan iki üsulla deməli plan alma aparılır. Havadan və yerüstü plan alma var. Havadan plan alma kosmik peyklər, təyyarələr, helikopterlərdən çəkilmiş şəkillər əsasında yerinə yetirilir. Bu üsuldan geniş ərazilərin, əlçatmaz obyektlərin planının çəkilməsinə geniş istifadə edilir. Yerüstü plan alma nədir? Yer səthində aparılan ölçmə işləri ilə həyata keçirilir. Yerüstü plan alma da iki formada aparılır. Bir mürəkkəb alətlərlə aparılır. Məsələn, teodolit, bussol kimi alətlərlə. Bu dəqiq plan alma adlanır. Bir də sadə alətlərdən istifadə olunursa, məsələn, xəttkeş, çöl pərgarı, planşet, karandaş, pozan, transporter, metrə, kompas, menzula bunlardan istifadə olunub aparılırsa, gözəyarı plan alma adlanır. Gözəyarı plan alma özdə iki üsulla yerinə yetirilə bilir. Deməli, kiçik ərazilərdə hansı ki aydın şəkildə, ətraf ərazi aydın şəkildə görünürsə, buna qütb üsulu ilə plan alma deyilir. Qütb üsulu ilə plan alma bir nöqtədən aparılır və həmin nöqtənin qütb nöqtəsi adlandırırlar. Təbii ki, bizim bildiyimiz o qlobusdakı qütbdən söhbət getmir. Bu plan almanın stansiyası kimi başa düşülür. Dayanma yeri kimi başa düşülür və yaxud da menzulanın quraşdırıldığı yer kimi başa düşülməlidir. Bunun üçün ərazidə qütb nöqtəsi seçilir və ətrafdakı obyektlər həmin nöqtədən planşetə köçürülür. Bir də var qütb nöqtəsində deməli qütb nöqtəsində yox, hərəkət edərək, yəni geniş, mürəkkəb relyefə malik olan ərazilərin plan alınmasında istifadə olunursa, buna marşrut plan alması deyilir. Həm demək qütb üsulu ilə plan almada, həm də marşrut üsulu ilə plan almada menzuladan istifadə olunur. Menzula üzərində planşet quraşdırılmış 3 ayaqdır. Şəkildə görürsünüz burada, deməli sağ tərəfdə. Qlobus nədir? Qlobus yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün deməli yerin kiçildilmiş modelidir və qlobusda yerin əyriliyi nəzərə alınaraq coğrafi obyektlər təhrifsiz, yəni xətasız, səhvsiz təsvir olunur. Qlobusun hər yerində miqyas eyni olur, yəni qlobus bərabər miqyaslıdır. Burada hər yerdə obyektlərin forma və ölçüləri miqyasa uyğun olaraq kiçildilir. Məsələn, xəritədə belə deyil. Xəritədə baş miqyas var və xüsusi miqyas anlayışları var, danışacağıq onlar haqqında da. Qlobusda üfüqün cəhətlərini dərəcə toruna, meridian və paralellərə əsasən təyin etmək mümkündür.
Ən qədim yer deməli kürə şəklində yerin modelini Yunan alimi Aristotelin davamçısı deməli Kratos Maloski bizim eradan əvvəl 150-ci ildə hazırlamışdı. Yəni ilk qlobusun müəllifidir. Lakin yerin bu modeli bizə gəlib çatmamışdır. Yer kürəsinin yer qlobusu adlandırılmış 10-cu əsrdə Özbək alimi Əlbiruni tərəfindən hazırlanmışdı. Əlbiruninin qlobusunun diametri 5 metrə yaxındır. Dünyada ən qədim qlobuslardan biri ulduzlu səmanın qlobusu Azərbaycanlı alim Nəsrəddin Tusinin rəhbərliyi altında 13-cü əsrdə hazırlanmışdı və o Kəriməddin Səlması ilə birlikdə çalışaraq Marağa rəsədxanasında hazırlamışdılar. Amma bizə gəlib çatan ilk qlobus Avropada Alman alim Martin Behaim tərəfindən 1492-ci ildə hazırlanmışdı və o öz qlobusunu yer alması adlandırmışdı. Çünki o niyə bizə gəlib çatıb? Nə Maloskin qlobusu gəlib çatıb, nə də ki Əlbiruni gildən hazırlamışdı. Amma Martin Behaim metaldan hazırlamışdı. Ona görə də indi gəlib çatmışdı və indi hal-hazırda Almaniyada saxlanılır. Deməli, Martin Behaimin qlobusu hazırlayarkən Ptolemeyin xəritələrindən bir də Portuqaliya ekspedisiyalarının məlumatlarından istifadə etmişdi. Martin Behaim tərəfindən hazırlanan qlobus hal-hazırda Nürnberg şəhərində Alman Milli Muzeyində saxlanılır. Qlobuslar miqyasına görə 3 qrupa ayrılır. Kiçik miqyaslı 1/83 milyon, orta miqyaslı 1/50 milyon, böyük miqyaslı isə 1/30 milyon. Bu məsələlərdə istifadə ediləcək. Xəritə nədir? Xəritə yer səthinin bütövlükdə yaxud da onun böyük hissələrinin müstəvi üzərində kiçildilərək ümumiləşdirilmiş və şərti işarəli təsviridir. Xəritələr rəngsiz çəkilə bilərmi? Bəli. Ona kontur xəritələr deyilir. Əgər kontur xəritələrdə ölkələrin, yəni dövlətlərin sərhədləri qeyd olunub, rənglənirsə belə xəritə siyasi xəritədir. Yox, əgər kontur xəritədə deməli dağlar qəhvəyi rəngdə, düzənliklər yaşıl və sarı, okeanlar və dənizlər su hövzələri mavi rənglə verilirsə, belə xəritə fiziki xəritə adlanır. Topoqrafik, yəni böyük miqyaslı xəritələrdə rənglərin mənası fiziki xəritədəkindən fərqlənə bilər. Məsələn, çaylar, göllər və digər su obyektləri hər iki xəritədə göy rəngdə verildiyi halda, yaşıl rənglə fiziki xəritələrdə ovalıqlar, topoqrafik xəritələrdə və yaxud da planlarda bitki örtüyü mənasını verir. Yəni yaşıl rəng fiziki xəritədə ovalığı bildirirsə, amma planda, topoqrafik xəritələrdə bitki örtüyü mənasını verir. Bitki örtüyünün tiplərini fərqləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə etməkdə olar. Məsələn, enli yarpaqlı, iri yarpaqlı olması ilə bağlı. Bu şərti işarələr sizə artıq tanışdır, planda istifadə olunur. Buradan belə qənaətə gəlmək olar ki, planın xarakteri xüsusiyyətləri həm də topoqrafik xəritələrə aiddir. Gəldi. Müasir dövrdə kartografiya kosmik texnologiyaların tətbiqi ilə inkişaf etdirilir. Xəritələrin tərtibinin daha da təkmilləşdirilməsi informasiya texnologiyaları əsasında həyata keçirilir. Belə texnologiyaların ən mürəkkəb, daha doğrusu ən mükəmməli coğrafi informasiya sistemləridir, yəni qısaca CIS. Hazırda müxtəlif məzmuna malik xəritələrin tərtib edilməsi üçün aerofoto və kosmik şəkillərin çəkilməsi, həmçinin müasir texnologiyanın imkanlarından geniş istifadə edilir. Yerin aerofoto və kosmik şəkillərinin çəkilməsi üçün müxtəlif hündürlükdə uçan aparatlarda cihazlar qurulur. Kosmik şəkillərin köməyi ilə dəqiq xəritələr tərtib edilir. Bu aparatlar yer səthində və atmosferdə baş verən dəyişiklikləri, xüsusilə iqlim dəyişikliklərini, eyni zamanda qütb ətrafı ərazilərdə buzların əriməsini izləməyə imkan verir. Dəniz gəmilərində qurulan kameralar okeanların dərin sahələri və dib relyefinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Məsələn, batiskaflar, batisferlər bunların rolu mühümdür. Ölkələr müxtəlif göstəricilərinə görə bir-birindən fərqlənir. Məlumunuz var. Bilirsiniz də, yəni məlumatınız var. Məsələn, əhalisinin sayına görə ölkələr fərqlənir. Sonra əhalisinin sayına görə, ərazinin və əhalinin deməli ərazinin ölçüsünə və əhalinin sayına görə fərqlənə bilər. Sonra adam başına düşən milli gəlirə görə, elektrik enerjisi istehsalına və s. və yaxud da turistləri daha çox qəbul edən ölkələr və yaxud daha az qəbul edən ölkələr kimi fərqləndirmək olar. Demək, kartoqrafik təsvirlərdə, xüsusilə xəritədə bu fərqləri əks etdirmək üçün anamorfoz xəritələrdən istifadə edilir. Anamorfoz, yəni
normal xəritə deyil də. Burada elə bil ki, hansı göstərici önə çəkilirsə, o göstəricinin daha yüksək qiymət aldığı ölkələr öz ölçüsündən daha böyük formada deməli göstərilə bilir. Məsələn, buradakı xəritəyə diqqət etsək görərik ki, bu xəritədə altında qeyd olunub. Elmi tədqiqat işlərində fərqlənən ölkələrin anamorfoz xəritəsi. Məsələn, Amerika Birləşmiş Ştatları, Yaponiya. Məsələn, Kanadanın ərazisi daha böyük olduğu halda Yaponiyadan, amma elmi tədqiqat işlərində Yaponiya Kanadadan qat-qat üstələyir deyənə, ona görə Yaponiya Kanadadan daha böyük verilir. Və yaxud da Cənubi Amerika ölkələrinə diqqət edin burada. Onlar və yaxud da Afrika ölkələrinə diqqət edin. Onlar demək olar ki, yox dərəcəsindədir. Amma əvəzində Böyük Britaniyadır, tutaq ki, Almaniyadır, Fransadır. Bunlar görürsünüz daha öz ölçüsündən daha böyük deməli miqyasda tərtib olunur. Bu da təbii ki, birbaşa riyazi statistikaya əsaslanır. Məsələn, dünya əhalisinin sayını göstərən anamorfoz xəritədə Hindistan, Çin, ABŞ kimi ölkələr, hətta İndoneziya kimi ölkələr öz ölçüsündən daha böyük deməli formada verirlər. Xəritələr bir-birindən fərqlənir hansı xüsusiyyətinə görə, miqyasına, məzmununa və əhatə etdiyi əraziyə görə qruplara ayrılır. Deməli, 1 bölünsün 10 mindən 1 bölünsün 200 minə qədər olan xəritələr böyük miqyaslı xəritələrdir. 10 minə qədər olanlar planı idi axı. İndi 10 mindən 200 minə qədər olanlar böyük miqyaslı. Onlara topoqrafi xəritələr də deyilir. Bu xəritələr üzrə dəqiq ölçmə işləri aparmaq olar. Böyük miqyaslı xəritələr bu xəritə qruplarının içərisində daha dəqiq xəritələrdir, amma təhrif olur. Miqyası 1 bölünsün 200 mindən 1 milyona qədər olan xəritələr orta miqyaslı xəritələrdir. Onlara icmal topoqrafi xəritələr deyilir. Bu xəritələr üzrə çox dəqiqlik tələb etməyən ölçmə işləri aparmaq olar. Miqyası 1 bölünsün 1 milyon və daha kiçik olan xəritələr isə kiçik miqyaslı xəritələrdir. Onlar icmal xəritələrdir və bu xəritələrdə təhriflər daha çox olur. Geniş ərazilər, dünya miqyasında daha böyük ərazilər deməli təsvir edilir. Deməli, təsnifatın birinci qrupu nə oldu? Miqyasına görə xəritələrin təsnifatı. İndi gəlirik nə? Əhatə etdiyi əraziyə görə xəritələr hansı qrupa bölünür? Bax, burada görürsünüz 3 qrupa bölünür. 1. Dünyanın və yarımkürələrin xəritəsi. 2. Materiklərin, okeanların və onların bir hissəsinin xəritələri. 3. Ölkələrin və onların bir hissəsinin xəritələri. Deməli, dünya xəritəsi, materik və qitələrin, okeanların xəritəsi, bir də ölkələr xəritəsi. Yəni, ölçüsünə görə böyükdən kiçiyə doğru 3 qrupa ayrılır. Bəzən yarımkürələrin və okeanların xəritələri ayrıca da götürülə bilər. Məzmununa görə ümumcoğrafi və xüsusi tematik xəritələr ayrılır. Yəni, ortada burada qaldı. Məzmununa görə xəritələr 2 qrupa ayrılır əsasən. Ümumcoğrafi və xüsusi, yəni tematik xəritələr. Qeyd edelim ki, tematik xəritələrin bir qolu da kompleks xəritələr adlanır. O haqqında da danışacaq. Ümumcoğrafi xəritələrdə həm fiziki, bax yadınızda saxlayın, həm fiziki, həm də iqtisadi coğrafi obyektlər deməli göstərilir. Yəni fiziki və iqtisadi xəritələr, fiziki və iqtisadi xəritələr hara aiddir? Ümumcoğrafi xəritələr. Məsələn, Azərbaycanın fiziki xəritəsi, dünyanın fiziki xəritəsi hara aiddir? Ümumcoğrafi xəritə hesab olunur. Onların üzərində bütün coğrafi obyektlər, çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar, hətta ölkələrin əgər dünya xəritəsidirsə, ölkələrin sərhədləri, deməli Azərbaycan xəritəsidirsə, rayonların bölgüsü də təsvir oluna bilər. Ümumcoğrafi xəritə ərazi üzrə ümumi tanışlıq, deməli üzərində təsvir edilən hadisələrə əsasən obyektlərin öyrənilməsi üçün tərtib edilir. Yəni ümumi tanışlıq üçün. Onun üzərində yalnız təsvir edilən ərazinin adı verilir. Topoqrafi xəritələr də bu qrupa aiddir. Ümumcoğrafi xəritələr topoqrafi xəritələrdir. Topoqrafi xəritələr də böyük miqyaslı olduğu üçün ümumcoğrafi xəritələrə aiddir. İndi sual yaranır ki, burada ancaq biz topoqrafi xəritələri böyük miqyaslı dedik axı. İndi sual yaranır ki, burada bəs ümumcoğrafi xəritələr yalnız böyük miqyaslı olurmu? Xeyr, əlbəttə. Çünki dünyanın fiziki xəritəsi kiçik miqyasda tərtib olunur. O da ümumcoğrafi ola bilər. Yəni həm böyük miqyasda tərtib oluna bilər ümumcoğrafi xəritələr, həm orta, həm də kiçik miqyasda tərtib oluna bilər. Amma əsasən topoqrafi xəritələr deməli ümumcoğrafi xəritələr olur. Daha doğrusu ümumcoğrafi xəritələr topoqrafi xəritələrdir və o daha çox böyük miqyasda tərtib edilir. Kiçik ərazilərin xəritələrinə aiddir da böyük. Miqyas böyüdükcə ərazinin təsvir olunan ərazi kiçilir. İndi gəldik topoqrafi xəritələrin məzmunu.
Topoqrafi xəritələrin məzmununa təbii və sosial-iqtisadi elementlər aiddir. Təbii elementlərə deməli hidroqrafiya obyektləri, çaylar, göllər, sonra relyef, bitki örtüyü və qrunt aiddir. Sosial-iqtisadi elementlərə isə yaşayış məntəqələri, yollar, rabitə vasitələri, siyasi inzibati elementlər, iqtisadi və mədəni obyektlər daxildir. Burada da qeyd olunub, hidroqrafi obyektlərə dənizlər, göllər, su anbarları, çaylar, kanallar, su quyuları, bulaqlar aiddir. Hidroqrafik xəritələrdə bu obyektlər mavi və göy rəngin müxtəlif tonları, çalarları ilə təsvir olunur. Topoqrafi xəritələrdə çayların bir sıra göstəriciləri, çayın eni, sonra keçidlər, dərinliyi ilə, çayın dibində qruntun xüsusiyyəti və s. şərt işarələrlə, yazılarla təsvir olunur. Relyeflə hidroqrafiya arasında bilavasitə əlaqə və qarşılıqlı asıllıq vardır. Bitki örtüyünə həm təbii meşə, kolluqlar, örüşlər, çəmənliklər, bataqlıqlar və s. həm də mədəni bağlar, tarlalar, üzümlüklər və s. obyektlər aiddir. Yəni bitki örtüyünə həm təbii, həm də mədəni, deməli, obyektlər daxildir. Qrunt nədir? Qrunta isə qumluqlar, şoranlıqlar, bataqlıqlar, çınqıllıqlar, gilli və daşlı sahələr, iri monolit süxurların səthə çıxdığı sahələr aiddir. Xüsusi tematik xəritələrdə hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur. Yəni bir dənə komponent təsvir olunur. Hər hansı bir komponent qabardılaraq təsvir olunur. Məsələn, dünyanın siyasi xəritəsi torpaq, iqlim, əhalinin sıxlığı, kənd təsərrüfatı, bitki örtüyü, duzluq, sənaye, oroqrafi xəritələr, tematik xəritələr qrupuna daxildir. Gəldik bura. Bir neçə təbii və sosial-iqtisadi elementlərin birlikdə təsvir olunduğu xüsusi tematik xəritələr isə kompleks xəritələr adlanır. Yuxarıda biz deyirik ki, xüsusi, yəni tematik xəritədə bir komponent təsvir olunur. Amma burada deyir ki, bir neçə təbii və sosial-iqtisadi elementlər birlikdə təsvir olunarsa. Mötərizə yazılıb ki, bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 və daha artıq komponent təsvir olunur. Məsələn, sinoptik xəritələr, geoloji quruluş və faydalı qazıntılar xəritəsi. Əsl mükəmməl kompleks xəritə isə yerin coğrafi qurşaqlar və təbii zonalar xəritəsidir. Burada da sinoptik xəritə görürsünüz. Bu da kompleks xəritəyə aiddir. Xəritələrin təsnifatı haqqında burada belə bir sxemdə təsvir olunub. Bu sxemdə təkrar baxa bilərsiniz. Zaten onlar haqqında biz danışdıq. Gəldik bura. Burada nə görürük? Burada məhəllin planı, belə 3 sektorlu bir Venn diaqramı təsvir olunub. Məhəllin planı, aşağıda qlobus və xəritə göstərilib. Bunları müqayisə edib və onlara aid olan xüsusiyyətlər və yaxud da oxşarlıqlar təsvir olunub. Bax, hər üçü üçün oxşar xüsusiyyət nədir? Ortada yazılıb. Kartoqrafi təsvirin növləridir. Hər üçü riyazi və coğrafi əsasdan ibarətdir. Yəni, miqyaslı və şərti işarəli təsvirdir. İndi məhəllin planına aid olanları bayaqların biz demişdik, indi yenə deyək. Yalnız böyük miqyasda tərtib olunur. Kiçik ərazilər, yəni məhəll təsvir olunur. Təsvirin müfəssəlliyi yüksəkdir, yəni dəqiqliyi. Generalizasiya kiçikdir, dərəcə toru yoxdur, yerin əyriliyi nəzərə alınmır. Xəritəyə aid olan xüsusiyyətlər, dünya və onun böyük hissələri təsvir olunur. Təsvirin müfəssəlliyi müxtəlifdir, yəni dəqiq də ola bilər, qeyri-dəqiq də ola bilər və yaxud da müfəssəllik, yəni genişliyi də, əslində dəqiqlik deyil, müfəssəllik genişlik mənasını verir. Məsələn, planda ancaq kiçik ərazilər təsvir olunur. Orada məlumdur ki, müfəssəllik yüksəkdir, yəni müfəssəllik ərazinin kiçikliyindən irəli gələrək orada təsvirin, necə deyək, daha aydın, daha təhrifsiz təsviri mənasını verir. Müfəssəllik odur. Təsvirin müfəssəlliyi müxtəlifdir. Məsələn, xəritədə, kiçik miqyaslı xəritədə müfəssəllik zəifdir, amma böyük miqyaslı xəritələrdə daha yaxşıdır. Generalizasiya müxtəlifdir. Kartoqrafik şəbəkə mövcuddur. Yerin əyriliyi nəzərə alınır. Təhrif var. Qlobusa aid olan xüsusiyyətlər burada yazılıb. Deməli, kürə formalı təsvirdir. Yer bütövlükdə təsvir olunur. Təsvirin müfəssəlliyi aşağıdır. Çünki yer bütövlükdə təsvir olunduğuna görə
orada obyekt çoxdur. Həm də tam belə deyək də, bütün obyektləri təsvir etmək mümkün deyil. Generalizasiya böyükdür. Coğrafi şəbəkə mövcuddur, yəni paralel meridianlar çəkilir. Yerin əyriliyi nəzərə alınır. İndi oxşarlığa baxın, burada göy rəngə baxın. Planla xəritənin oxşarlığı. Hər ikisi müstəvi formalı təsvirdir. İndi planla qlobusun oxşarlığı yaşıl hissəyə baxın. Miqyasın kəmiyyəti sabitdir, təhrif yoxdur. Xəritə ilə də qlobusun oxşar cəhəti böyük, orta və kiçik miqyasda tərtib olunur. Cəhətlər dərəcə toruna əsasən təyin edilir. Kartoqrafi təsvirlərdə miqyasa əsasən məsafələrin və sahələrin hesablanması. Miqyas nədir? Miqyas kartoqrafi təsvirlərdə, yəni plan, xəritə və qlobusda həqiqi məsafələrin neçə dəfə kiçildiyini göstərən kəsr ədədə miqyas deyilir. Miqyasdan ilk dəfə qədim Yunan alimi Anaksimandır xəritəni tərtib edərkən istifadə edib. Anaksimandraın xəritəsi okeanla əhatə olunmuş dairə şəklində verilmişdir. Xəritədə Yunanistan mərkəzdə təsvir edilmişdir. Avropa və Asiyanın isə həmin dövr üçün məlum olan hissələri verilmişdir. Formasına görə miqyasın 3 növü vardır. Burada diqqət edin. Deməli, ədədi miqyas, izahlı miqyas, bir də burada xətti miqyas var. Ədədi miqyas, məsələn, 1 bölünsün 10 min, 1 bölünsün 600 min, 1 bölünsün 5 milyon, 1 milyon 500 min kimi və s. Yazılmış miqyaslar ədədi miqyasdır. Adlı izahlı miqyas, ədədi miqyasdan miqyasın kəmiyyəti tapılır və bu yazılış formasına görə adlı miqyas adlanır. Necə tapılır? Məsələn, aşağıda diqqət edin. Yuxarıda verilmiş 3 dənə miqyas var. Onların adlı, yəni izahlı miqyası belə müəyyənləşdirilir. Məsələn, 10.000 santimetr deyil. 10.000 santimetr 100 metr deməkdir. O da 0.1 kilometr mənasını verir. Bax, burada 0.1 kilometr olur. Deməli, nə? İzahlı miqyas. Yəni, belə yazılır. 1 santimetr bərabərdir 0.1 kilometr. Bu belə də verilə bilər və yaxud da 100 metr. Və yaxud da 600 min, 6000 metr, 6 kilometr. 1 milyon 500 min, 15 min metr və yaxud da 15 kilometr. Xətti miqyas nədir? İndi yuxarıdakı ədədi və izahlı miqyasların qrafik üsulla ifadəsi xətti miqyasdır. Məsələn, yuxarıdakı biz 1 bölünsün nə idi? 1 bölünsün 10 min idi da. İndi onun xətti miqyasını quranda nə edirik? Belə bir xətt çəkilir. Lap yuxarıda qeyd edirəm təzədən, başa düşürəsiniz deyərəm. Burada 1 santimetr məsafə ayırıb 0 yazırsan. Orada birincidən biz nə tapmışdıq? Deməli, izahlı miqyası. Yəni, miqyasın kəmiyyətini nə tapmışdıq? 0.1 tapmışdıq da. Yazsın bura 0.1. Sonra bu 0-ın bu üzünə də yazsın 0.1. Sonra 0.2. Sonra 0.3. Burada 0.4. Axırda bura kilometr yazırsan. Və yaxud da burada göstərildiyi kimi metrlə ifadə etmək mümkündür. Obrisilərdə həmçinin. Məsafələrin hesablanması üçün bu düsturlardan istifadə olunur. Kartoqrafi təsvirlərdə məsafələri hesablamaq üçün aşağıdakı düsturlardan istifadə edilir. Deməli, HM nədir? Həqiqi məsafə, XM xəritədə məsafə, MK isə miqyasın kəmiyyətini bildirir. Həqiqi məsafəni tapanda xəritədə məsafənin miqyasın kəmiyyətinə vururuq. Miqyasın kəmiyyəti nədir? Miqyasın yanından 5-0 silirik. Əgər 5-0 siliriksə, həmin miqyas kilometrlə ifadə olunur. 2-0 siliriksə, metrlə ifadə olunur. Məsələn, nümunə üçün burada yazıram başqa bir miqyas. Məsələn, 1 bölünsün 500 min. 500 min. Bunun əgər mən kilometrlə kəmiyyətini hesablamaq istəyirəmsə, 5 dənə 0 siləm, burada qalır 5. Deməli, bu 5 kilometr bu miqyasın kəmiyyətidir. İndi bunu əgər başqa bir miqyas yazıram, tutaq ki, 1 bölünsün 5000. Bunun yanından 5 0 silə bilmirəm, amma 2 0 silirəm, qalır 50 və burada qaldı 50. Yəni, bu oldu 50 metr. 2 0 siləndə 50 metr, 5 0 siləndə kilometrlə ifadə olunur. Bax, bu 50 metr, bu 1 bölünsün 5000 miqyasının nə idi? Kəmiyyətidir. Bir düsturu biliriksə, digər düsturları da tapa bilərik. Burada 4-cü və 5-ci düsturlara da diqqət edin. Təsəvvür edin ki, sizə 2 dənə xəritə təqdim olunub. Birinci xəritədə sizə birinci xəritənin miqyası verilib. Sonra birinci xəritədəki məsafə də verilib. İkinci xəritədəki miqyas da verilib. Amma ikinci xəritədəki məsafə soruşulur. Onda birinci xəritənin miqyasın kəmiyyətini vururuq əvvəlcə birinci xəritədəki məsafəyə, sonra bölürük ikinci xəritədəki
xəritənin miqyasının kəmiyyətinə və yaxud da əksinə demək ikinci xəritənin miqyasını soruşa bilər bizdən. Ondan ötürü birinci xəritənin miqyasının kəmiyyətini biz vururuq. Birinci xəritənin miqyası xəritədəki məsafəyə bölürük ikinci xəritədəki məsafəyə. Buna aid sizə deməli güvən nəşriyyatının test toplusunda qarşınıza testlər çıxacaq. Həmin vaxtı bu düsturdan istifadə edə bilərsiniz. İndi gəlin burada izahlı məsələ nümunələrinə baxaq. İzahlı məsələ. Məsələn 1/500.000 miqyaslı xəritədə uzunluğu 14 sm olan çayın həqiqi uzunluğunu tapın. Yəni bizdən həqiqi uzunluğu soruşur deyənə həqiqi məsafəni tapırıq da. Həqiqi məsafənin düsturu bax birinci düstur. Xəritədəki məsafə yəni 14-ü biz vurmalıyıq miqyasın kəmiyyətinə. Buradan 500.000-in yanına 5 dənə 0 siləndə 5 qalır. 5-i də 14-ə vuranda 70 kilometr. Gəldik. İkinci izahlı məsələ 2. Deyir ki, miqyası 1/600.000 olan xəritədə A və B məntəqələr arasında məsafə 30 sm olarsa, miqyası 1/1.200.000 olan xəritədə bu məsafəni hesablayın. Baxın, görürsünüz, burada 2 dənə miqyas bizə verib. 2 dənə miqyas verdiyinə görə biz deməli nə axtarırıq? Burada ikinci xəritənin deməli ikinci xəritədə birinci xəritədə verilmiş məsafənin neçə santimetr olduğunu müəyyən etmək istəyirik. Bax 1/600.000 miqyaslı xəritədə A və B arasında məsafə 30 santimetrdir. Amma həmin məsafə, yəni A ilə B arasındakı məsafə, A və B arasındakı məsafə bəs miqyası 1 bölünsün 1.200.000 olan xəritədə neçə santimetr göstərirlər? Onda 4-cü düsturu tətbiq edirik. Deməli, biz nə edirik? Birinci xəritədən miqyasın kəmiyyətini tapırıq. Yəni 5 0 silirik. Qalır 6. Sonra 6-nı vururuq 30-a. Yəni birinci xəritədəki məsafəyə 180. Bölürük ikinci xəritənin miqyasının kəmiyyətinə. İkinci xəritənin də miqyasının yanına 5 dənə 0 siləndə qalır 12. 180-i 12-yə böləndə 15 düşür. Burada deməli sizə ev tapşırıqları verilib. Bunları özünüz yazacaqsınız. Bir də sahələrin tapılmasına aid düsturlar var. Xəritədə, kartoqrafik təsvirlərdə sahələri hesablamaq üçün düsturlar. Demək olar ki, əvvəlki düsturlardan bənzərdir. Sadəcə burada sahədən istifadə olunur deyənə kvadrat vahiddən istifadə olunacaq. Demək, H-sı nədir? Həqiqi sahə. X-sı nədir? Xəritədəki sahə. MK bilirsiniz miqyasın kəmiyyətidir. Amma burada düsturlarda biz onun miqyasın kəmiyyətinin kvadratından istifadə edəcəyik. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kəmiyyətinin kvadratı. Miqyasın kəmiyyətini tapanda kök altında həqiqi sahə bölünsün xəritədəki sahə. Üçüncüdə isə xəritədəki sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasın kəmiyyətinin kvadratı. Məsələn, izahlı məsələyə baxaq. Yer səthində eni 50, uzunluğu 75 km olan ərazi 1/200.000 miqyaslı xəritədə neçə kvadrat santimetr sahə tutar? Yəni biz nəyə axtarırıq? Xəritədəki sahəni axtarırıq. Əvvəlcə biz nə edirik? Əvvəlcə yer səthindəki həqiqi sahəni tapaq. Düzbucaqlı formasında olduğuna görə 50-nin 75 kilometri. Əvvəlcə həqiqi sahəni təyin edirik. Həqiqi sahəni təyin edəndə birinci bu. 50-ni 75-ə vururuq, eləyir 3750. Sonra nə edirik? Sonra miqyasın kəmiyyətini müəyyən edirik. Miqyasın kəmiyyəti nədir? 5 dənə 0 silirsən qalır 25. 25-in kvadratı da 625. Demək, miqyasın kəmiyyəti oldu. Sahə düsturuna görə 625. Sonra düsturu tətbiq edirik. Xəritədə sahəni necə tapırdıq? Üçüncü düstura baxın burada. Həqiqi sahəni bölürdük miqyasın kəmiyyətinin kvadratını. Yəni 3750 bölünsün 625 bərabərdir 6 kvadrat santimetr. İndi burada paletka var. Paletka nə deməkdir? Paletka bax burada gördüyünüz kimi, məsələn biz düzbucaqlı formasında olan sahələri asanlıqla hesablaya bilirik. Amma məsələn bu formada tutaq ki, belə məsələn bir göl təqdim olunub. Bu gölün axı biz enin uzunluğunu müəyyən edib bunun sahəsi, xəritədəki sahəsini bilə bilmirik axı. Ondan ötürü bunu biz bax belə damalara ayırırıq. Bunu damalara ayırırıq. Deməli bu damaların hər biri bir deməli 0,25 kvadrat santimetrdir. Yəni hər bir dama 0,25 kvadrat santimetrdir. 4 dənə dama 1 kvadrat santimetr təşkil edir.
Bax, bu əslində belə damalara bölünmüş şəffaf deməli lövhəyə paletka deyilir. İndi paletkaya aid gəlin izahlı məsələyə baxaq. Deməli, izahlı məsələ 2. Yer səthində əkin sahəsi 112 kvadrat kilometr verilmişdir. Xəritənin miqyası 1/4 400.000 olarsa xəritə üzərində yerləşdirilmiş paletkanın damalarının sayını hesablayın. İlk növbədə əkin sahəsinin xəritə üzərində neçə kvadrat sahə tutduğunu hesablayaq. Çünki biz deməli ən axırda paletkanı hesablamalıyıq da. Paletkada damaların sayını tapmaq üçün, bax dama deməli, bir dama nəyə bərabər idi? 0,25 kvadrat santimetr, düzdür? Bəs 4 dama nəyə bərabər? 4 dama da bərabər 1 kvadrat santimetrə. Əgər biz xəritədəki sahəni bilsək, onda damaların sayını təyin etməkdən ötürü, onda dama nəyə bərabər? Dama bərabərdir. Biz elə bil ki, sahəni, xəritədəki sahəni ən axırda vurmalıyıq. Daha doğrusu bölməliyik 4-də 1-ə. Yəni 4-də 1-ə bölməkdə 4-ə vurmaq deməkdir də elə bil ki. İndi gəl məsələyə baxaq, tam aydın olacaq. Deməli, əkin sahəsi 112 kvadrat kilometrdir. Miqyasımız da nədir? 1/400.000. Bəs miqyasın kəmiyyəti nədir? Əlbəttə 5 dənə 0 siləndə 4 qalır. İndi xəritədə sahəni təyin edirik. Xəritədə sahə bərabərdir. Həqiqi sahəni bölməliyik miqyasın kəmiyyətinin kvadratına. Yəni 112-ni 4-ün kvadratı, yəni 16-ya böləndə düşür 7 kvadrat santimetr. Deməli, sahəmiz, bax belə sahəmiz 7 kvadrat santimetrdir. İndi mən buradan neçə dənə dama keçirtmiş olaraq? Onu tapmaqdan ötürü, bu ümumi hamısı 7-dir. Onda bir dama yazırsa, bir dama bərabərdir 1 kvadrat santimetrə. Bəs 7 kvadrat santimetr nəyə bərabərdir? Deməli, bir dama üzr istəyirəm. Burada 0,25 kvadrat santimetr. Necə saniyə pozum bunu biraz səliqəli yazım. Baxın. Lap belə yazım sizə kəsirdən canınız qutarsın deyənə. Bax 4 dama nəyə bərabər? 4 dama 1 kvadrat santimetr deyil. Bəs 7 kvadrat santimetr nəyə bərabərdir? X-a bərabərdir. Biz X-i axtarırıq. X 1-ə vurulur elə X bərabərdir. 7-ni də 4-ə vuranda eləyir 28 deməli dama. Deməli, damaların sayını tapanda siz xəritədəki sahəni 4-ə vurmalısınız və yaxud da əksinə siz əgər xəritədəki sahəni axtarırsınızsa o zaman damaların sayını bölməlisiniz deməli 4-ə. Burada da sizə ev tapşırıqları verilib. Bu ev tapşırıqlarını deməli evdə işləyəcəksiniz. Növbəti dərsimizdə biz bununla bağlı müzakirə aparacağıq. Hələlik diqqətinizə görə sağ olun.